həyatın qədrini insan fəqir olanda bilir. Maalesef zənginlikdən buna yol tapmaq çox çətindir. Demirəm mümkünsüzdür. Amma çox çətindir. O yoldur. Bir çox insanlar, bax, yaxşılıq nədir? Yaxşılıq böyük bir məhrumiyyət içində olan adama Allahın sevgi mesajını verir. Bir tikə çörək verirsən ona, kövrəlir, ağlayır. Dönər verirsən, kövrəlir, ağlayır. O məqam üçündür. Sən onu qaldırası deyilsən. Sən onu işlə təmin eləyəsi deyilsən. Sən onu onu Allah eləyəcək. Səndən onun qəlbinə o toxunuşu eləməkdir. Sən kimsən ki, cəmaatı zənginləşdirəsin? Cəmaatı kasıbçılıqdan çıxarasın. Ehtiyatlı olun. Siz də batırarlar. Çıxara bilmirsiniz zaten. Bir çox eksperimentlər danışıblar mənə, məsəl üçün, gəl bu adama kömək eləyir, adam bir də batır. Kömək eləyir, adam bir də batır. Çünki o elə belə batmır. Səbəbi var ki, o batır. Sən ona yalnız mərhəmət göstərə bilərsən. Ki, Allahla rabitəsi bərpa olsun. Onu çıxaranda Allah çıxaracaq.